Dua etdikdə çoxlu dua etmək. Və hədisdə gəlir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, İzə təmənnə əhadukum fəlyukthir fə innəmə yəsəlu Rabbah. Sizdən biriniz arzuladıqda, ya istədikləri çox istədikdə, qoy onu çoxaltsın. Çünki o öz Rəbbindən istəyir. Yəni, baxın, çox mühüm hədisdir. Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, yəni, siz hansı bir xeyir istədikdə və o xeyri Allahdan çox istəsin. Çünki yerin və göyün xəzinəsi Allahın əlində olandan istəyirsiniz. Yəni, bu göstərir ki, Allah subhanahu wa ta'ala hər şey qadirdir və onun mülkü, sayı, hesabı yoxdur. Və insan Allahın mülkündən nəsə istədikdə qoy o istəyini çoxaltsın. Çünki bu hər şeyin sahibi olan Allahdan, Rəbbindən istəyir. Və şək yoxdur ki, Allah subhanahu wa ta'ala onun istəklərini isə verəcək. İnsan çoxaltdıqca istəklərini Allah subhanahu wa ta'ala mülkündən heç bir şey naqisləşmir.